Her birinizi salamam. Bugün sizlerle artık 3. videomuz seçili. Yine öz anladığım informatika 30 soru informatika testini izahını vereceğim. Keçe izahlarımıza. Aha. Birinci soru. 10 kilobayt plus 2048 bayt cəmi neçə kilobayta bərabərdir? Aha. Cevap bizden kilobayt istəyir. Gəl. İlk öncə bilək ki 1 kilobayt 1004 bayt. 1 kilobayt bərabər edir 1024 byte. Ona göre de biz 2048'i bölərik 1024 da beraber deneyeceğiz 2 kilobayt. Sonra buradaki 10 kilobaytı toplayacağız 2 kilobayt. 10 kilobayt plus 2 kilobayt. Bu da beraber deneyecek 12 kilobayt. Cevabımız oldu 12 kilobayt. Yani B variantı. Geldi ikinci soru. Onluq say sistemində verilmiş 45 ədədinin ikili say sistemindəki yazışı hansıdır? Aha. Deməli, onluq ədədi ikili yazışı hansıdır? Deməli ki, onluq ədədi ikili sistemə keçirmək üçün onu arzu olaraq 2-yə bölür və qalıqları sondan əvvələ doğru düzülür. Yəni 45'i bölürəm 2'yə bərabər deyil 22 qalıq 1 22'ni bölürəm 2'yə cevap 11 qalıq 0 11'i bölürəm 2'yə cevap 5 qalıq 1 5'i bölürəm 2'yə cevap 2 qalıq 1 2'ni bölürəm 2'yə cevap cevap 1 qalıq 0. Son qismətdə olur 1. Sonra bunları əvvəldən düzürük. 1 0 1 1 0 1 ikilik. 101 101 ikilik. Cevabımız oldu bu. Bakalım hansı variantda var. 101 101 ikilik. Cevabımız oldu A variantı. Geçtik 3. soru. ASCII kodlaştırma sistemində hər sətirdə 64 simvol olan 4 sətirli mətn yaddaşda neçə bayt yırtdır? Ümumiyyətlə, ASCII sistemində 1 simvol yaddaşda 1 bayt yırtdır. Yazaq. 1 simvol bərabərdir 1 bayt. ASCII sistemi, yəni 1 simvol yaddaşda 1 bayt yırtdır. Önce metnindeki ümumi simbol sayı tapılır. Yani 4 sətri vururuq 64 simvolu. Bu eləyəcək 256 simbol. Sonra 256 simbolu vururuq 1 bayta. Bu da eləyəcək 256 byte. Cevabımız oldu 256 byte. Yani C variantı. Geçtik 4. soru. 213 bitlik informasiya neçə kilobayta bərabərdir? Yəni cevabımızın kilobaytda istəyir. Gəlin. Bitdən kilobayta keçmək üçün ədədi öncə 8'ə sonra 1024'ə bölməliyik. Yani ümumilikdə 213'ə bölürük. Yani burada 213 biti bölürəm 203 olsun 210 yani 8 ve vursun bilmiyorum. Beraber değil. 213 bölünsün 213 ve beraber deyilecek 1 kilobayt. Cevabımız oldu 1 yani A variantı. Geçtik 5. soru. 8'li say sisteminde verilmiş 57 8 ədədinin onluq sayısının sistemi nəyə bərabərdir? Ümumiyyətlə, 8'dən 10'a keçmək üçün ədədin rəqəmini sağdan sola sıfırdan başlayaraq bölməliyik. Və mövqeyini qur. İlk öncə yazaq 57
8'in ədədini 5 vurulsun 8 üstü 7 plus 7 vurulsun 8 üstü 0. Bərabər edəcək 40 plus 7 vurulsun 1'e. Beraber edir 47. Oldu 47. Yani geçtik. Son. 16 sayı sistemində ən böyük 2 rəqəmli ədəd hansıdır? 16 sayısının ən böyük 2 rəqəmli ədədi FF16'dır. Yani B variantı. Geçtik 7. suala. Unicode kodlaşdırılmış mətndə 15 simvol var. Bu mətnin yaddaşda neçə bit yer tutar? Unicode sistemində bir simvol yaddaşda 2 byte. Yani 16 bit yer tutur. Böyle yazalım. Bir simvol 2 byte yani 16 bit. Böyle yazsak 2 vur 8 bit yer tutur. Burada solda ne bakacağız? 15 simbol var. 15 simvolu vurur 16 bite. 16 bite. Bu da beraber deneyecek. 240 bit. Cevabımız oldu 240. Yani D variantı. Seçtik. 8. soru. 256 bulsun 256 piksel ölçülü ve renk ve 16 renk çalarına malik grafik təsvirinin həcmi neçə kilobaytdır? Cavabı yine bizden kilobayt ne istəyir? Ümumiyyətlə təsvirin həcm düsturu V bərabərdir. M vurulsun, N vurulsun, I. Burada M vurulsun, N piksel sayı I ise bir pikselin biti. I ise bir pikselin bit ile beraberidir. Bit ile beraberidir. Renk çalarının düsturu en beraberdir 2 üstü I ile tapılır. Yani burada baksaq 16 beraberdir 2 üstü 4 yani I beraberdir 4 bit. 4 bit. Hesablamasını etsək V beraberdir 256'nı vuraram 256'ya vuraram 4'ü ve beraber 4 bite. Bit. Bu da beraber deneyecek 2 üstü 8 vurulsun 2 üstü 8 vurulsun 2 üstü 2 bit. Beraberdir eləyəcək 2 üstü 18 bit. Kilobayt silmək üçün cevap bizden kilobayt silmək üçün 2 üstü 18'i bölərik 2 üstü 13'e. Bu da beraber eləyəcək 2 üstü 5 yani 32 kilobayt. Cevabımız oldu 32 A variantı. Geçti 9. soru. Aşağıdaki dostların hansı Microsoft Excel programında düzgün yazılmamıştır? Mesela Microsoft Excel her bir düstun mütləq bərabərlik işarəsiyle başlamalıdır. Burada baxanda C variantının əvvəlində bərabərlik işarəsi qoyulmayıb, ona görə də bu yanlışdır. Cavab olur C variantı. Eğer deyək ki, qaydasını bilməsək bile burada bəndlərə baxanda fərqi görmək üçün C variantı fərqlidir. Yəni buranın cavabı tutma olur. Keçdik 10. soru. Microsoft Excel'də düzgün nəsəsini istəyir. Product funksiya göstərilən diapazondakı bütün ərələrin hasilini hesablayır. Yəni 3'ü vurarıq burada 6'ya, vuraram 9'a,
Beraber edecek 162. Cevabımız olur 162. Yani B variantı. Keçdik 10. soru. Rabıta kanalının ötürülmə sürəti 2048 bit saniyədir. Bu kanalda 4 saniyənin isə byte informasiya ötürmək var. Aha. Öncə 4 saniyədə ötürülən bit sayını tapırıq. Sonra isə bunu byte ötürmək üçün 8-ə bölürük. İlk öncə 2048 bit saniyəni vururam 4 saniyəni bərabər edəcək 8192 bit. 2092 bit. Sonra 8192'ni bölərəm 8'e, bu da eləyəcək 1024 byte. Cevabımız olur 1024 A variantı. 12. soru. Yazıb ki, algoritm fragmentində x bərabər 8, y bərabər 3 verilmişdir. X bərabər x plus y və y bərabər x minus x minus y əməliyyatlarından sonra y-in qiyməti neçə olur? İlk öncə addım icra edək. Buradan x bərabər 8 plus 3 bərabər edəcək 11. Artıq x'in yeni qiyməti 11 olur. Y bərabərdir x minus y bərabərdir 11 çıx 3 bərabərdir 8. Cevabımız olur 8. Yəni B variantı. Geçtik 12. suala. Aşağıdaki proqramlardan hansı sistem proqram təməlinə aid deyil? Burada sistem proqram əməliyyat sistemlərinə aid deyil demək istəyir. Burada əməliyyat sistemləri burada Windows əməliyyat sistemidir, Android əməliyyat sistemidir, Linux əməliyyat sistemidir, Macintosh əməliyyat sistemidir, amma MS Paint tətbiq proqramıdır. Yəni cavabımız olur D variantı. Normal yəndəki əməliyyat sistemi bilməyən insan bile burada rahatlıqla cavabı tapa bilər. Çünki MS Paint deyə buradan çoxu adı fərqlidir. Yəni əməliyyat sistemi de ki bilməsə bile buradan tətbiq proqramı bilən insan tapa biləcək. MS Paint oldu. Geçdik 14. soru. Kompüter şəbəkəyə qoşulmasının və məlumat mübadiləsini təmin edən aparat qurğusu hansıdır? Ümumiyyətlə kompüter şəbəkə telləri və simsiz dalğalar vasitəsilə internet şəbəkəyə qoşulmasını təmin edən əsas qurğu şəbəkə kartıdır. Yəni B variantı. 15. sual. Verilənlər bazasında sütunlar sahələr, yəni nəyi müəyyən edir? Ümumiyyətlə relyasiya verilənlər bazasında sətirlər yazıları, konkret obyektləri, sütunlar isə həmin obyektlərin xüsusiyyətlərini və tipini, məsələn, ad sahəsi, mətin tipi, yaş sahəsi, ədəd tipini müəyyən edir. Cavabımız olur da B variantı. Keçdik 16. soru. Onluq say sistemindəki 16 ədədi 16 say sistemi necə yazılır? Aha. Mesela 16 ədədini 19 sayısına köçürmək üçün 16'ya bölük. 16'nın özünü 16'ya bərabər edir, qalıq 0. Cavabdan sonra başa düzüldükdə olur 10.16. Cevabı cevabı sondan başa düzüldükdə cevabı olur 16'lıq. Cevab C variantı. Biraz qəribə idi ama anlaşılan deyil məncə. Keçdik 17. soru. Python dilində yazılmış proqramın kodunun imzasının nəticəsini alır. Python'da 2 ulduz qüvvətli yüksəltməni, 2 slash isə tam hissəsini götürməklə bölməni bildirir. Yəni 2 üstü 3 bərabər edəcək. 2 üstü 3 bərabərdir 8. 10 bölünsün 3'ə bərabər edəcək 3. Yəni onun içində 3 tam olaraq üst tərəfə yerləşir. Sonra 8 de plus 3 beraber edecek 11. Cevabımız oldu A variantı. Geçtik 18. soru. Failin həcmi 400 kilobaytdır. Onu 50% sıxdıqdan sonra diskdən nə qədər yer tutar? Aha, 5. soru. 50% sıxılma həcmin yarı-bayarı azalması deməkdir. Yəni 400 kilobaytı
Kilobaytdan çıxaram 400'ü vurulsun 0'ın %50 beraber edecek 200 kilobayt. Cevabımız olacak 200 kilobayt. Yani B variantı. Seçtik 19. soru. İnternette faillərin ötürülməsini təmizləyən əsas şəbəkə protokolu hansıdır? Faillərin ötürülməsi protokolu İngilizcə File Transfer Protocol, yəni qısaca FTP adlanır. Yəni B variantı. Seçdik 20. soru. Microsoft Word proqramında kəsilmiş və ya kopyalanmış obyektlər harda saxlanılır? Kompüter kəsilən kat və ya kopyalanan kopi hər hansı bir mətn yaxud obyekt müvəqqəti olaraq müvafiq büfərində clipboardda saxlanılır. Yəni B variantı. Seçdik 21. soru. Aşağıdakilerden hansı zərli proqram növü deyil, virus növü deyil. Burada Trojan, Warren, Spyware yazım, həll oxunur. Adware zərli proqram təminatlarıdır. Driver isə kompüterə qoşulan aparat kullanılır. Məsələn, printer, video kart əmlələr sistemi tərəfindən tanınması təmin edən xeyirli sistem proqramıdır. Yəni zərli virus deyil bu. Gəldi 22. soru. Yine burada bir şey verib, proqramın nəticəsini istəyir burada. Məntiqi əməllərə əməliyyatın nəticəsi true olması üçün hər iki tərəf gərək true olsun. Əgər tərəfdən biri false dursa, əmrin nəticəsi birbaşa false-dur. Burada A false olduğu üçün mötərizənin içinin nə olmasından asılı olmayaraq cavab false olacaq. Yəni variant. 23. soru. Bir tane %25 MB informasiya neçə kilobayta bərabərdir? Yəni cavabımızın kilobaytda istəyir. Megabaytdan kilobayta keçmək üçün herhalde mini doldurmaq lazım. Yəni 1 megabaytı bərabər edəcək 1024 kilobayt. Burada da bir tam %25'i vurarak 1024'e beraber edecek 4'te 5 olsun 1024 beraber edecek 5 vurulsun 256 da beraber edecek 1280 kilobayt. Cevabımız oldu 1280 kilobayt. Yani C variantı. İşte 24. soru. Kompüterin daimi ve yalnız okunamayan dahil yaddaş qurğusu hansıdır? Yalnız okunan yaddaş İngilizce read only memory. Bunların kısaltması ROM'dur. Cevabımız da ROM. ROM içindeki məlumatlar istediği zaman yazılır ve kompüter sönəndə silinmir. Daim edilir, həmişəlik. Yani istifadəçi burada bir şey yazamaz, dokunamaz. Seçdik 25. soru. Algoritmin adımlarının grafik şəkildə həndəsi fiqurlara təsvir edilməsi necə adlanır? Ümumiyyətlə, algoritmin həndəsi fiqurlarla grafik təsvir bloksiyan adlanır. Yəni B variantı. Seçdik 26. soru. Microsoft Word proqramını sari sənədi yadda saxlayıb bağlamadan yeni boş bir sənəd yaratmaq üçün hansı qısa yol istifadə olunur? Yeni sənəd new document açmaq üçün klaviaturdan Ctrl N düyməsi. Yəni cavabımız B variantı. 27. soru. Web ünvanlarında məsələn verilmiş ünvanda HTTPS nəyi bildirir? Ümumiyyətlə HTTPS Hypertext Transfer Protocol Secure yazıb web sayfanın təhlükəsiz şəkildə ötürülməsini təmin edən bir şəbəkə protokoludur. Yəni cavabımız olmalı B variantı. Bu bir protokoldur. Yenə də web sayfanın təhlükəsiz şəkildə ötürülməsini təmin edən bir şəbəkə protokoludur. Keçdik 28. soru. Əgər edilmiş sorunun cavabını istəyir bizdən. Ümumiyyətlə, bölmə və vurma əməlləri eyni gücüdür. Ona görə də əməliyyatda soldan sağa arzuda yerinə yetirilir. Yəni 20'ni bölərik 5'e beraber edilir 4. 4'ü böləcək 2'ye beraber edilir 8. Cavabımız oldu 8. Yani C variantı. 29. sual keçirik. İnformasiyanın ən kiçik və ən böyük əsas ölçü vahidləri hansı variantda düzgün sırayla verilmişdir? İnformasiyanın ən kiçik ölçü vahidi bittir. Bu variantın arasında verilmiş ən böyük ölçü vahidi terabaytdır. 1 terabayt. Yani cevabımız olacak Y variantı.
Keçdik ən axırıncı sualımıza. Ki 30-cu sual. Beynəllər bazası modelində obyektlər arasında birin çoxa əlaqəsinə uyğun cümlə hansıdır? Birin çoxa əlaqəsində bir tərəf tək, digər tərəf isə çoxlu ola bilər. Bir sinif və oradakı şagirdlər variantı buna tam uyğundur. Bir sinifdə çoxlu şagird oxuya bilər, amma hər bir şagird konkret yalnız bir sinifə məxsusdur. Yəni cavabımız ola bilər B variantı. İzlediğiniz için teşekkürler. Abone olup yorum atmayı unutmayın. Like atmayı unutmayın.